Xalq artisti Könül Xasiyeva canlı efirdə etdiyi duyğusal açıqlama ilə diqqət çəkib. Publikas xəbər verir ki, xanəndə həmkarlarına müraciət edərək məşhur mahnılarından biri ilə bağlı xahişini dilə gətirib. Sənətçi bildirib ki, sən gedəndən iki gözüm ağlar qalıb sözləri ilə başlayan mahnının həm söz, həm də musiqi müəllifi özüdür. Könül Xasiyeva həmin əsərin onun həyatı ilə bağlı ağır bir ağrı üzərində yarandığını deyib. Stat: Mən dəfələrlə demişəm ki, o mahnı dünyadan vaxtsız 39 yaşında gedən bacımın məzarı üstündə yaranıb. Həmin mahnını ilk dəfə elə orada ifa etmişəm. Statın sonu. Xalq artisti qeyd edib ki, çox sayda müəllifi olduğu mahnılar var və ifaçılar onları sərbəst şəkildə oxuya bilərlər. Lakin sözü gedən əsərin onun üçün xüsusi mənəvi yük daşıdığını vurğulayıb. Stat: Yazdığım mahnılarım çoxdur. Xahiş etmişəm ki, sosial şəbəkədə götürüb onları oxuyun, amma o mahnıya dəyməyin. O mənim yaramdır. Statın sonu. Xasiyeva həmin çətin dönəmdə mərhum şair Bəxtiyarov Hafizadənin sözləri ilə təsəlli tapdığını da bildirib. Sənətçinin emosional açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox izləyici onun hisslərinə hörmətlə yanaşaraq paylaşımına dəstək ifadə edib.